Həftənin ilk iş günüdür və təbii ki, əksər küçə və prospektlərdə sıxlıq müşahidə edirik, amma əvvəlki dəqiqələrlə müqayisə etsək, bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində intensivlik artıb və hərəkət sürəti də həmçinin artıb. Elə ilk olaraq mərkəzi küçələrlə bağlı məlumat verim ki, məsələn, Üzeyir Hacıbəyli küçəsində hazırda mərkəz istiqamətdə sıxlıq qalmaqdadır və göründüyü kimi hərəkət sürəti də çox aşağıdır. Azneft dairəsində də Neftçilər prospekti istiqamətində intensiv hərəkət müşahidə edirik və burada da qeyd etdiyim prospekt istiqamətində nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər. Eyni qaydada Yusif Səfərov küçəsində də hazırda hər iki istiqamət üzrə nəqliyyat sıxlığı müşahidə edirik, xüsusilə də mərkəz istiqamətində avtomobillərin hərəkət sürəti aşağıdır. Növbəti məlumat Mərkəzi Bankın qarşısındakı yolla bağlıdır. Burada problem yoxdur və nəqliyyat vasitələrinin rahat hərəkətini müşahidə edirik. Tbilisi prospekti keçmiş Nəqliyyat Nazirliyinin qarşısında isə hər iki istiqamət üzrə nəqliyyat sıxlığı müşahidə edirik. Xüsusilə də mərkəz istiqamətdə avtomobillərin hərəkət sürəti aşağıdır. Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Təbriz və Koroğlu Rəhimov küçələri istiqamətində də göründüyü kimi sıxlıq müşahidə edirik və bu istiqamətlərdə də axın daha çoxdur, intensiv hərəkət var. Heydər Əliyev prospektinin özünə gəldikdə, məsələn, Sokarın binasının qarşısında bütün istiqamətlər üzrə nəqliyyat vasitələrinin rahat hərəkəti müşahidə etsək də, Koroğlu metro stansiyasının yaxınlığında burada həm əsas yolda, həm sağ kənar yolda mərkəz istiqamətdə sıxlıq hələ də qalmaqdadır. Əks istiqamətdə, aeroport şosesi istiqamətdə isə vəziyyət yaxşıdır. Növbəti məlumat Ziya Bünyadov prospekti ilə bağlıdır. Ziya Bünyadov prospektində də burada da vəziyyət yaxşılaşıb. Bir neçə dəqiqə əvvəl, təxminən yarım saat əvvəl, daha doğrusu hər iki istiqamət üzrə sıxlıq müşahidə etsək də göründüyü kimi müşahidə kameralarımızın canlı olaraq qeydə aldığı görüntülər əsasında deyim ki, hazırda vəziyyət yaxşıdır. Sıxlıq müşahidə etmirik. Yalnız Aynaz Sultanova parkı istiqamətdə, yəni Atatürk prospekti ilə kəsişmə olan hissədə sıxlıq hələ də var.